Respublikada 30 minə yaxın onkoloji xəstə var. Bu barədə Səhiyyə Nazirliyi açıqlama verib. Açıqlamaya görə təkcə Qax, Zaqatala, Balakən rayonlarının ərazilərində təxminən 2000 belə xəstə yaşayır. Respublikada qeydiyyatda olan 35 minə yaxın onkoloji xəstənin təxminən 1000 nəfəri Qax, Zaqatala və Balakən rayonlarının payına düşür. Araşdırmaya görə bu rayonlarda hər 200 nəfərdən biri daşıyıcı olmaqla onkoloji xəstəlikdən əziyyət çəkir. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin mobil diaqnostika kompleksi isə adı çəkilən rayonlarda yaşayan sakinlər üçün səyyar müayinələr təşkil edib. Ölkənin baş onkoloqu Azad Kərimov bildirdi ki, bölgə üzrə ümumilikdə 3549 nəfərdə səyyar müayinə aparılıb. Onların 204-ündə xərçəngin xoş xassəli törəmələri aşkarlanıb. Yalnız 6 nəfərdə xərçəng xəstəliyi aşkarlanıb ki, onun da ilkin mərhələdə olması müşahidə olunur. Qeyd edeyim ki, ilkin aşkar elədiklərimiz xəstələr də vardır. Bununla yanaşı qeydiyyatda olan onkoloji xəstələr var ki, hansı ki onlar təkrarı müayinə üçün Bakı şəhərinə Milli Onkologiya Mərkəzinə müraciət etməlidirlər. Biz özümüz hazırda burada olduğumuz üçün həmin xəstələr gəlib biz burada müraciət edərək təkrarı yoxlanıblar. Səyyar müayinələrin əsas məqsədinin də əhali arasında xərçəng və xərçəng yönlü xəstəliklərin vaxtında aşkar edilərək nəzarətə götürülməsidir. Azad Kərimovun sözlərinə görə, onkoloji xəstəliklər arasında birinci yeri tutan ağciyər xərçəngi qeydə alınan xəstələrin 30%-də müşahidə olunur. Mədə xərçəngindən əziyyət çəkən xəstələrin sayı da eyni həcmdədir. İlk üçlüyün sonuncusu isə qadınlar arasında süd vəzi xərçənginin payına düşür. Baş mütəxəssis növbəti ildən bu cür xəstələrdə daxili orqanlarda prosesin hansı vəziyyətdə olmasını dəqiqləşdirmək üçün yeni avadanlığın artıq ölkəyə gətirildiyini bildirdi. Hal-hazırda aparat qurulması istiqamətində geniş miqyaslı hazırlıq işləri gedir. Yəni hal-hazırda quraşdırılmasına hazırlıq gedir. 6 gün ərzində bölgədə ümumilikdə 4000-ə yaxın sakin mobil mərkəzdə rentgen, ginekologiya, metroskopiya, laboratoriya və mammografiya müayinəsindən keçib.